Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, ağ günlərin orucunu tutduqda bilərəkdən pozulsa kəffarəsi varmı? Xeyr, kəffarəsi yoxdur. Əgər tam siz ağ günlərin orucunu tutursunuzsa, birdən hansısa bir günü tuta bilmədisə, məcbur oldusa pozmağa, onun kəffarəsi yoxdur. Amma istəsəniz, həmən o gün 3 gün tamamlasın deyə başqa bir günü tuta bilərsiniz. Çünki ağ günlər barədə 2 dənə hədis gəlib. Əbu Hüreyrə radiyallahu anh hədisində gəlib ki, hər aydan 3 gün, İbn Abbas radiyallahu anh rivayətdən gəlib isə, deməli, ayın ağ günlərini, yəni 13, 14, 15-ci günləri, yəni əgər 13, 14, 15-dən hansısa günü tuta bilməmişsinizsə, ya da bilərəkdən pozmuşsunuzsa, onun kəffarəsi olmasa da belə, amma o 3 gün tamamlansın deyə başqa bir gündən bir gün əlavə tuta bilərsiniz. Və aleykum assalam. Sual belədir ki, bir nəfəri iş arxasıca göndərirsən və deyirsən ki, Allahın izni ilə sənə arxayla. Belə demək olarmı? Bəli, olar. Yəni, nə deyirsən orada? Allahın izni ilə sənə arxayın oluram. Bəli, bu demək olar və düzgün də tələffüzdür, düzgün də cümlədir. Əlhəmdülillah, heç bir problem də yoxdur. Və aleykum assalam. Sual belədir ki, ayin hərfini tələffüz etməkdə çətinlik çəkirəm. Nə qədər çalışaram, düz alınmır. Namazda da elə olur ki, bir sözü 200 səfər deyirəm. Düz demək üçün neyniyə bilərəm? Namazında xata olurmu? İnşallah siz çalışın ki, bir təcvid müəlliminə yaxınlaşın. Qadın təcvid müəlliminə. Və o sizə ayin hərfini necə tələffüz eləmək lazımdırsa, sizə onu bir dəfə göstərsin. Və siz onun evdə güzgünün yanında dayanıb bir neçə dəfə, yəni bir neçə gün təşkil olsanız, İnşallah ki, düzgün tələffüz edəcəksiniz. Amma elə ayin kimi deyil və ayin kimi deyirsiniz də, yəni bunu özünüzə dərd eləməyin. Bunu özünüzə dərd eləməyin. Yəni bu sizi başqa cürdə vəsvəsələndirə bilər. Amma bir təcvid müəlliminə yaxınlaşsanız, sizə hərfin düzgün tələffüz qaydasını öyrətsə, inşallah güzgünün qarşısında, yəni bir neçə təşkilatsanız da inşallah ki, öyrənəcəksiniz. Və aleykum assalam. Sual belədir ki, mən namaza təzə başlamışam. Namaz qılanda elə vaxt olur ki, bir suranı 2 dəfə oxuyuram. Elə bilirəm ki, oxumamışam. Bu günahdır-mı? Əgər siz bilərəkdən, yəni təkrar oxuyursunuzsa, bu yanlış xatadır. Amma vəsvəsələnirsə, bilmirsiniz ki, oxumuşsunuz, yoxsa yox, məcbur olub təzədən oxuyursunuzsa, bu isə yəni vəsvəsədəndir. Bu vəsvəsədəndir və çalışın ki, bir dəfə oxuyub əmin olasınız. İnşallah ki, təzə başlamışsınız, yavaş-yavaş düzələcək, narahat olmayın. Yavaş-yavaş düzələcək Allahın izni ilə. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, oğlan uşağına cihad adı qoymaq olarmı? Yəni, bu cihad adı qoymaq, yəni bu sahabələrdən gəlməyib. Yəni, ona görə inşallah ki, qoymasaz daha yaxşı olar. Yaxşı olar ki, məsəl üçün, Öməri qoyasınız, Əbubəkir, Osman, Əli, Talha, Zubeyr, Abdurrahman, Abdüləziz, Abdülkərim, Abdülcəbbər. Bax, bu kimi adlar qoysanız, inşallah daha yaxşı olar. Çünki sahabilərin adlarıdır və böyüyəndə də fəxr eləyər. Amma cihad adı düzdür, şəriətə müxalif olmasa da, amma sələflərdən bu ad qoymaq gəlməyib. Bu ad qoymaq gəlməyib. Ona görə inşallah ki, dediyimiz adlardan qoysaz, inşallah daha yaxşı olar. Və aleykum assalam. Sual belədir ki, mənim üstümə günahsız yerə böhtan atırlar. Özləri bilir ki, günahsızam. Mən özümü sübut etdiyim halda günah iş görmüş olurummı? Əgər sizin özünüzü isbat etməkdə hansısa bir qulun haqqına girməyəcəksinizsə, isbat edin. Yox, əgər siz onu isbat etmək üçün hansısa bir haram işlər, günah işlər görəcəksinizsə, xeyr, bu zaman siz günah qazanırsınız. Bunu etməyin. Yəni, halal yolla, icazəli yolla sübut edə bilərsinizsə edin, amma yox, şəriətə müxalif yollarla, əməllərlə özünüzün haqlı olduğunu sübut etsəniz, o zaman siz günah qazanmış olursunuz. Aleykum assalam və rəhmətullah. Sual belədir ki, evdən çıxarkən hansı ayaqla çıxılır, evə girərkən də hansının hansı ayaqla girilir? Bəzi rivayətlərdə gəldiyi hədislərə əsasən Peyğəmbər sallallahu əleyhi və səlləm
evə girəndə sağ ayağından çıxanda isə sol ayaqla çıxmağını tövsiyə edib. Düzdür, bəzi alimlər bu hədisləri zəif saysalar da, amma ümumilikdə isə bəli, mənaları səhidir ki, insan evə girəndə sağdan çıxanda isə sol ayaqla çıxsın. Və aleykum assalam. Sual belədir ki, sünnə ilə şiə dəstəmaz birdir, xeyr, bir deyil. Yəni, şiə dəstəmaz ümumiyyətlə, yəni günümüzdə şiələrin aldığı dəstəmaz düzgün dəstəmaz deyil. Çünki onlar ayaqlarını yumurlar, onlar ayağı yalın formada üstünə məhz çəkirlər. Peyğəmbər sallallahu əleyhi və səlləm corabın üstünə, xofun üstünə məhz çəkibsə, şiələr isə yalın ayağının üstünə məhz çəkirlər. Bu da ümumiyyətlə birbaşa dəstəmaz ayəsinə ziddir. Dəstəmaz ayəsinə zidd. Yəni, bu deməkdir ki, onların aldığı dəstəmaz düzgün dəstəmaz deyil. Aleykum assalam. Sual belədir ki, ruqyəli suyu qüsursuz halda düzəltmək olarmı? Hezlikən, bəli, düzəltmək olar. Çünki ruqyəli suya xüsusi bir dəstəmaz falan lazım deyil. Yəni, ruqyəli su nə deməkdir? İnsan bir balona su doldursun, orada ruqyə oxusun. Yəni, o ruqyələrin oxunması üçünsə dəstəmazın, heyzin, qüslün olmağı şərt deyil. Əsas odur ki, həmən o surələr oxunsun. Ona görə də, bəli, qüsursuz halda da düzəltmək olar. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, namaz qılınmayana Allah razı olsun deyə bilərik. Mən deyə bilirəm, amma əgər demək olmazsa, ya da hansısa köməyə ehtiyacı olsa sənə kömək edəsələr, ona nə deməliyik? Təbii ki, əgər bir insan ibadət əhli deyilsə, Allah Taala ondan razı ola bilməz. Ona görə ibadət etməyən insana Allah sənə razı olsun deməyi də yanlışdır, xatadır, düzgün deyil. Əgər bir insan sənə hansısa bir yaxşılıq zad eləyibsə, ya malı ilə, ya cəsədi ilə, yəni ya malı ilə, ya canı ilə sənə kömək eləyibsə, sən ona Allah sənə mala bərəkət versin və Allah sənin bədənində sağlamlıq versin deyə dua edə bilərsən. Yox, əgər həmən insan yaxşı insansa və sənə tez yaxşılıq eləyirsə, o zaman sən ona Allah sənə hidayət etsin, düz yola yönəlsin, duası ən düzgün duadır. Yəni, Allah sənə razı olsun, yox. Çünki cahil insanlar Allah sənə razı olsun deyəndə onların sanki bir özlərindən razılıq yaran ki, həbsi oxutar, deyət, Allah Taala məndən razıdır, vəssalam. Amma demək lazımdır ki, Allah sənə hidayət eləsin, Allah səni düz yola yönəlsin. Qoy o başa düşsün ki, o hələ düz yola yönəlməyə ehtiyacı var. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, statuslarda bəzən şəkil paylaşırlar qohumlardan, xoşa gəlməz. Ona sərt reaksiya verə bilərəm, yəni fikir bildirə bilərəm. Ümumiyyətlə, siz əgər bir işin, bir şeyin, bir insanın düzəlməyini istəyirsinizsə, siz vaxtı sərt reaksiya verməyin. Çünki sərtlik heç vaxt heç nəyi düzəltmir. Siz əgər bu kimi munkar işlər görürsünüzsə, bəli, reaksiya verə bilərsiniz. Amma hikmətlə, gözəl üslubla, əgər ki, onun düzəlməyini istəyirsinizsə, gözəl formada bəli, başa sala bilərsiniz. Çünki ümumiyyətlə, insanlar öz ailə problemlərini, ailə məişətlərini, davranışlarını, ailə məsələlərini statusa da paylaşmaqları qətiyyən şəriətə ziddir. Olmaz belə şeylər eləmək. Və hər dəfədə başa salırsan, olmaz və görürsən ki, elə insanlar öz evlə olanlarını öz statuslarında. Yəni, sanki bu gün statuslar ailələrin güzgüləridir. Yəni, statusuna baxın kimi artıq bilirsən ki, bunu əri ya döyüb, ya söyüb, ya danlayıb, ya acılayıb, yəni nəsə bir xoş günü olub, nəsə hədiyyə edib buna və s. Yəni, statuslar artıq insanların ailələrinin güzgülərinə çevrilir. Bu da yanlış və xatadır. Bəli, sonlara reaksiya verə bilərsiniz və gözəl şəkildə, gözəl formada. Və aleykum assalam. Sual belədir ki, əgər bütün məzhəblər düzdürsə, niyə hər hansı bir məsləni bir məzhəb deyir, onlar digəri deyir, olmaz. Onda niyə deyilir hamısı düzdür? Ümumiyyətlə, məzhəblər düzdür deyəndə, əhl-i-sünnədə 4 məzhəb var. Şafii məzhəbi, Həmbəli, Maliki, bir də Hənəfi məzhəbi. Bu məzhəblərin, yəni ibtidai, yəni bu 4 imamın, bunlar böyük imamlar olublar, bunlar bütün İslamiyyətin böyük imamları sayılırlar. Bunların hamısının etiqadı demək olar ki, əhl-i-sünnə etiqadıdır. Etiqadlarında fərq yoxdur bunların.
Bunların etiqadlarına fərq yoxdur. Hamısı əhl-sünnənin alimləri idilər. Tovhid əhlidirlər, etiqadları düzgün etiqaddır. İxtilaf burada fikri məsələlərdədir. Fikri məsələlərdədir. Yəni, tutam ki, hansısa bir əməli dəstəmazda filan alim vacib görür, filan kəsi isə sünnə görür, filan kəsi vacib görür və ya da ki, filan əməlin formasını bu cür görürlər, digəri bu cür görür. Bunlar da hamısı hədislərə görədir. Yəni, o məzhəb alimləri onlara hansı hədis gəlib çatıbsa, ona əsasında qərar veriblər, hökm veriblər. Və biz də bugün deyirik ki, məzhəblər haqdır ona görə ki, onlar dövrü əqidə üzərində eynidirlər. Amma fikri məsələlərə gəlincə isə, bəli, biz əgər baxıb görürsək ki, filan məsələ Əbu Hanifə xata edibsə, biz deyə bilərik ki, bəli, bu məsələdə Əbu Hanifə xata edib, savab düzgünü Həmbəli məzhəbindədir və ya da Şafi məzhəbindədir və ya da Maliki məzhəbindədir. Ona görə deyilir ki, bu dörd məzhəb hamısı da düzdür. Niyə görə? Çünki etiqadları eynidirlər. Yəni, etiqad baxımından eyni məzhəbdirlər. Ancaq fikri məsələdə müəyyən rəylər var. O da bəli, o da dəlillər əsaslandır və biz də alimlərin sözlərinə yox, dəlillərə baxırıq. Hansı hədis səhidirsə, bəli, biz onu da götürüb onu da söyləyirik. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, çox and içmək günahdırmı? Elə bir vərdiş kimi nə soruşsansa, nə desə and içir. Allah Subhanahu Quran-ı Kərimdə buyurur ki, "Əhfadu əymənəkum", andlarınızı qoruyun. Bu ayənin təfsirində alimlər iki rəy gətirirlər. Birinci rəy odur ki, insan tez-tez and içməli deyil, yəni bu bəyənilən hal deyil. Əgər insan bunu vərdiş edibsə dilindən tərgitsin. Çünki tez-tez and içmək düzgün deyil. İkinci ayənin təfsiri budur ki, əgər insan and içibsə, andının pozursa, andının kəfarəsini eləsin. Yəni, andının kəfarə versin. Bu halda isə o andını qorumuş olur. Yəni, tez-tez and içmək olmaz bir və ikinci də and içibsə, andını pozubsa, andına kəfarə eləsin. Və bu ayənin təfsirindən göründüyü kimi, ayənin bir mənası odur ki, tez-tez and içmək olmaz, düzgün deyil və insan, ümumiyyətlə, sələflər, sahabələr, tabinlər tez-tez and içməyiblər, hər şeyə görə and içməyiblər. Və insan hər şeyə görə and içməli deyil, andını qorumalıdır, andını qorumalıdır. Yalnız lazım olan məqamlarda, ehtiyac olan anlarda insan and içə bilər, amma digər hallarda isə and içmək olmaz. Andını qorusun, tez and içməsin. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, rəngli vərəqlərdən kəpənək çəkmək olarmı? Əgər siz o kəpənəyə ağız, burun, göz, qaş və s. bu formanı verəcəksə, bu olmaz. İstər rəngli olsun, istər ağ-qara vərəq olsun, fərq yoxdur. Yəni, eləmək olmaz. Yox, əgər siz rəngli kağızlardan elə belə kəpənək forması kəsib düzəltmək istəyirsə, bu problem deyil. Amma ona qaş, ağız, burun və s. bu cür forma vermək lazım deyil. Yəni, qadağan olan nədir? Onun üzün orqanlarını çəkmək. Yəni, məsəl üçün, heyvan şəkli çəkir, pişik, itdir, qaş, ağız, burun və s. bunları çəkmək olmaz. Amma belə konturun cizgisini çəkə bilərsiniz. Eləcə də rəngli vərəqlərin üzərində də bu cür. Əgər siz ümumilikdə kəpənəyin buynuzunu və başını və bədənini və qanadını çəkinsə, bu problem yoxdur. Amma onun başının içində göz, qaş, ağız, burun və s. bu orqanları çəkilsin, bax, bunlar olmaz. Bunları eləmək olmaz. Ümumi cizgisini vermək olar, amma konkret isə rəsmini çəkmək olmaz. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, kiməsə açıq sözlü ola bilərikmi? Yəni, onun xəttinə dəyərsə belə, bu günah olarmı? Ümumiyyətlə, insanın xəttinə dəyə biləcək söz işlətmək lazım deyil. Əgər siz kiməsə nəyisə başa salmaq istəyirsinizsə, siz əvvəla çalışın ki, ona gözəl sözlər, gözəl cümlələr, gözəl fikirlər tapıb tamamlaya biləsiniz. Çünki pislikləri yaxşı ifadələr, yaxşı cümlələr, hikmətli sözlər, hikmətli davranışlar, hikmətli hərəkətlər o sözü, hərəkəti düzəldə bilər, o xatanı düzəldə bilər. Amma kobudçuluq, sərtçilik və ya da ki, sözü birbaşa demək və s. bu kimi sözlər ola bilsin ki, insanları islah eləməsin. Ona görə hər bir insanın islah üslubu var, yolu var, metodu var və birbaşa açıq söz demək, hansı ki, onun xəttini deyəcəksə, eləmək lazım deyil. Gözəl formada başa salmaq lazımdır. Allahın izni gözəl formada.
Çünki bizə lazım ki, insanlar bizdən uzaqlaşmasınlar, bizim ətrafımızda qalsınlar. Və biz insanları ətrafımızda saxlamaq üçün gözəl üslublardan, gözəl sözlərdən istifadə etmək lazımdır. Bəli, bəzi hallarda sərt kimi sərt deyilməlidir, mülayim kimi mülayim deyilməlidir. Və əgər o dediyiniz sərtlik, əgər insanı sizdən uzaqlaşacaqsa, o zaman onu mülayim və hikmətli formada desəniz daha gözəl olar. Aleykum assalam. Sual belədir ki, gecə yatanda qəribə yuxular görürəm. Bu nədən ibarətdir? Ümumiyyətlə, əgər siz tez-tez bu qəribə yuxular görürsünüzsə, siz o zaman axşam yatanda həm Mülk surəsini oxuyun və həmçində çalışın ki, axşam yatağa girəndə yataq zikirləri var. Yəni, bu səhər-axşam zikri deyil, sırf yatağa girən zikirləri var. Siz o yataq zikirlərini eləyin, girin və həmçində dəstəmazda olun Allahın izni ilə və inşallah bunu bir 10 gün davamlı eləyin. İnşallah bu qəribə yuxular sizdən çəkilər. Və aleykum assalam. Sual belədir ki, dua edərkən oxuyuram, deyir, Allahım ruzun mənim ömrümün axırında ver. Onu bilmədim, ömrümün axırında ruzu istəmək bu bunu açıqlayardınız. Ümumiyyətlə, siz bu duanı Allahın izni ilə tam formasını yazardınız inşallah və biz o duanı sizin üçün açıqlayardıq Allahın izni ilə. Siz inşallah bu duanı bizə tam göndərin ki, o dua necə yazılıb. İnşallah biz o duanı siz üçün açıqlayarıq Allahın izni ilə. Və aleykum assalam. Sual belədir ki, dəstəmaz alandan sonra məhz çəkdiyim corabı dəyişirəm. Namaz corabımı ayrıdır. Bu düzgündür? Xeyr, düzgün deyil. Siz əgər corabı hansı corabın üstünə məhz çəkirsinizsə, siz namazı o corabda qılmalısınız. Yəni, siz ümumiyyətlə, əgər dəstəmaz alıb, deməli, coraba məhz çəkirsinizsə və sonra isə namazı onu çıxardıb başqa bir corab geyinirsə, bu yanlış və xatadır. Düzgün eləmişsiniz. Siz səhər-səhər dəstəmaz alıb, dəstəmazı ayağa corab geyinməlisiniz və məhsi də həmən corabın üstünə çəkib və namazı o corabda qılmalısınız. Və aleykum assalam. Sual belədir ki, bir bacımızın yoldaşı bir ilə yaxın da dünyasını dəyişib, öldüyü gündən hər gecə yuxusuna girir, amma gözəl yuxular görür. Bu nə ilə əlaqədar ola bilər? Zəhmət olmasa, bu barədə məsləhət verərsiniz. Təbii ki, əgər bacının yoldaşı mömin isə, tovhid əhli isə və xoş yuxularla yuxusuna girməsi o deməkdir ki, əlhəmdülillah, tovhid əhlinin son yeri ilə cənnətliyidir. Son yeri ilə cənnətliyidir və bu yaxşı əlamətdir. İnşallah ki, yaxşı əlamətdir. Əgər ibadət əhli idisə, tovhid əhli idisə və müəyyən şəhidliyin əlamətindən dünyasını dəyişibsə, çünki şəhidlərin növləri çoxdur və hansısa bir şəhid növlərindən biri ilə dünyasını dəyişibsə, inşallah ki, bu yaxşı xəbərdir və yaxşı yuxulardır Allahın izni ilə. İnşallah ki, Allahın izni ilə əgər bu bacının yoldaşı tez-tez bacının yuxusuna girirsə, həmçində bacı onun üçün də dua eləsin. Yəni, alimlər deyir ki, əksər hallarda ölünün insanın yuxusuna girməsi onun üçün dua etməsinin səbəbidir. Yəni, sanki bir dua tələb olunur. Və belə hallar olduğu zaman bacı tez-tez öz yoldaşı üçün Allahdan bağışlama diləsin və qəbrinin genişlənməsini dua eləsin və soru-sualın yüngülləşməsini dua eləsin Allahın izni ilə. İnşallah ki, yaxşı xəbərlərdir, yəni pis məlumatlar deyil. Yəni, əgər dediyi kimi gözəl yuxularsa, inşallah ki, daimən dualar eləsin və inşallah da xeyir içindədir. Və aleykum assalam. Sual belədir ki, səcdəyə gedərkən əllərimiz dirsəyə qədər qoyulmalıdır, xeyr. Peyğəmbər sallallahu əleyhi və səlləm əllərin dirsəyə qədər səcdəyə getməyinə qadağan eləyib və deyib ki, sizdən biriniz it kimi səcdəyə getməsin. Ona görə səcdə yalnız əllərin içi qədər məsafədə gedilir, dirsəyə qədər isə getmək olmaz. Və aleykum assalam. Sual belədir ki, bir insanın nəfsindən necə qoruna bilərik? Təbii ki, bir insanın nəfsindən qorumaq üçün insan ilk öncə
mütəmadi olaraq səhər-axşam zikirlərini oxumalıdır. Yəni, səhər-axşam zikirlərini tam formada hər gün yerinə yetirən insan və hər gün də gündəlik dəstəmazı gezən insan, bəli, pis şərlərdən, nəfslərdən qoruna bilir. Özü də hassaslıqla qorunur. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, dəlil olmadan, sadəcə şübhəyə əsaslanaraq, öz qüsurunu örtbasır etmək üçün birini çirkin bir əməldə ittiham etmək, günahlandırmaq, zorla boyuna qoymağa çalışmaq və sübut etməyə qoymamaq böyük günahdırmı? Təbii ki, əgər bir insanın xatası olmadığı zaman və insan şübhəyə əsaslanaraq bir insanı zorla bunu ispat eləməyə çalışırsa, onun boynuna qoymağa çalışırsa, bəli, bu böyük günahdır. Çünki bu iftiradır, böhtandır, yalandır, zülümdür, haqsızlıqdır. Bütün xatalar, günahlar məhz hamısı bu əməlin üzərində cəmlənib. Ona görə bir insan nədəsə ittiham edirsə, hökmən dəlil sübutu olmalıdır və açıq-aşkar dəlil sübutu olmalıdır. Əgər bunlar yoxdursa, onun elədiyi zülüm, haqsızlıq, böhtan, iftira, yalandır. Allahdan qorxsun, Allahdan bağışlama diləsin. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, nə eləsəm də ibadətlərimdən ləzzət ala bilmirəm. Səmiyyətsizəm. Səmiyyətsizmiş kimi gəlir mənə. Allaha sığınıram ki, ibadətlərimdən ləzzət alım. Yenə də səmimi gəlmirəm özümə. Nə məsləhət görərsiniz? Əgər sizdə bu hal baş verirsə, sizə tövsiyəmiz olur ki, yəni sünnət oruclarını artırın, Quran oxuma artırın və bir də gecə namazlarına qalxın. Quran oxumağı artırın, sünnət oruclarını artırın və bir də gecə namazından qalxın. İnşallah ki, bu üç əməli etməyə başlayın Allahın izni ilə və artıq ibadətlərinizdən ləzzət almağın dadını biləcəksiniz Allahın izni ilə. Və aleykum salam. Sual belədir ki, məsələn, İmam Buxari, Müslim, Tirmizi var. Ümumiyyətlə hədislər bunlar kim yazıb? Təbii ki, bu hədisləri bunlar yazmayıblar. Bu alimlər bu hədisləri həmən o kitablara toplayıblar. Hədisləri Peyğəmbər s.ə.v deyib və insanlar hədisləri bir-birini ötürüblər və imamlar da bu kitabların müəllifləri də həmən hədisləri insanlardan eşidərək və onun səhliyini araşdıraraq öz kitablarına yığıblar, köçürdüblər. Bax, bu həmən alimlər İmam Buxari'dir, Müslim, Tirmizi, Nəsəi, İbn Macədir. Bunlar həmən o kitabların müəllifləridirlər. Yəni, deməli, hədisləri bu kitablara toplayanlardılar. Aydındır, yəni bunlar özlərindən yazmırlar. Bunlar həmən hədisləri, həmən kitablara toplayan böyük alimlərdir. Və aleykum assalam. Sual belədir. Mən hər il orucluqda orucumu açıb yatanda yuxuda nurani bir kişi görürəm. Nə ilə əlaqədərdir? Ümumiyyətlə, insan əgər mücərrəd olaraq yuxusuna nurani bir kişi gəlirsə, bu, inşallah ki, şər əlamət deyil, yəni pis əlamət deyil. Amma çalışın ki, siz beyninizdə çox o şey haqqında fikirləşməyin. O şeylər haqqında çox fikirləşin. Çünki yuxu əksər hallarda, yəni bu cür yuxular insanın şuur altı zehnində olur. Yəni insan şuur altı müəyyən şeylər fikirləşir və yuxuda da əksər hallarda bu girir yuxusuna. Yəni ola bilər ki, məsələn, siz Ramazan aylarında ən çox da bu türklərdə bu Ramazan aylarında göstərilən video görüntülər ki var. Yəni oruc adama ağ nurani gəldi, görsəndi və s. Ola bilər siz bunlara çox baxırsınız, düşünürsünüz və yuxuda da bu şeylər görürsünüz. Yəni bu belə bir yuxu yozmalı bir şey deyil orada. Yəni sadəcə bunun səbəbi sizin, yenə deyirəm, Ramazanda bu kimi şeylərə çox baxmağınızdır. Yəni Ramazanda bu şeylərə çox baxırsınız və şuur altıda bu məlumat olduğu üçün də yuxuda da bu şeyləri görürsünüz. İnşallah çalışın ki, o şeylərə baxmayın və inşallah yuxuda da görməyəcəksiniz. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, bir sual məni neçə illərdir maraqlandırır. Ümumiyyətlə, insanın qədəri deyilən bir şey var.
həyatında baş verəcək bir hadisə və yaxud da ailə həyatı qurması, Allahın yazdığı, alın yazdığı qismət deyilən bir şey var, yoxsa yoxdur? İkinci sualım, əgər insanın qədərini, qismətini Allah yazırsa, bəs bunu cavabı əməl pozub necə insanı bədbəxt edirlər? Ümumiyyətlə, bəli, insanın bütün başına gələcək hər bir şey Allahın qədəridir. Yəni, evlilik də, boşanmaq da, övlad olması da, olmaması da, hər bir şey qədərdir. Yəni, insan ana bətində 4 aylığında olanda Allah Subhanahu mələyə əmr eləyir və onun uşağın alına 4 şey yazırlar. O 4 şeydən də biri də o uşağın qədəridir. O uşağın qədəridir ki, onun alına yazılıb. Və insanın başına gələ biləcəyi hər bir şey Allahın qədəri ilə, Allahın hər qədəri iləndir. Amma əgər qədərində ikinci sualda isə deyir, əgər qədər yazılıbsa cavabı əməl bunu niyə pozur? Elə bu cavabı əməl də elə onun qədərində yazılıb. Yəni, o qədər nə deməkdir? Başına gələn hər bir şey. Əgər o cavabı əməllə onun başına nəsə gələcəksə, onun özü də belə onun qədərində yazılıb. Ona görə biz dedik ki, başına gələn hər bir şey qədərdir, yazılıb. O cavabı əməl də onun başına gələ biləcək Allah tərəfindən yazılmış qədəridir. Allah tərəfindən yazılmış bir qədərdir. Yəni, hər bir şey qədərdir. Eyni zamanda cadu ilə də əməl olunması, onun bədbəxt olması, onun özü də elə qədərin bir hissəsidir. Yəni, qədərdir. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, insan yatdığı zaman cənabətə pozularsa nə etməlidir? Heç nə, yuxudan ayılan kim geçsin, cənabət qüsül alsın. Vəssalam. Və aleykum assalam. Sual belədir ki, gecə namazlarında uzun surə bilməkdir, 2 qısa surəni birlikdə oxumaq olarmı? Nəinki 2 surəni, hətta 10-15 surəni davamlı olaraq oxuya bilərsiniz. Əgər siz uzun surələr bilmirsinizsə, bəli, hər rükətdə bildiyiniz bütün xırda surələri davamlı şəkildə oxuya bilərsiniz. İkinci rükətdə yenə də həmənki kimi bildiyiniz bütün surələri ardıcıl şəkildə oxuyursunuz və beləliklə sizin namazınız uzun alınır. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, namazda surələr oxunduqda ardıcıllıqla diqqət etmək lazımdır. Bu ardıcıllıq fərz namazlarının həm də sünnə namazlarına aiddir. Yəni, fərz qıldıqdan sonra həmən ardıcıllığı sünnə namazlarına davam etdirmək lazımdırmı? Ümumiyyətlə, namazda Fatihədən sonra oxunacaq surələrdə ardıcıllıq nə deməkdir? Ardıcıllıq əgər xırda surələrdəndirsə, onların öz daldan qabaqdan oxuya bilər, problem yoxdur. Amma məsələ nədir ardıcıllıqda düzgün olmayan ardıcıllıq? Tutalım ki, birinci rükətdə oxuyursan İxlas surəsini, ikinci rükətdə oxuyursan isə Bəqərə surəsini. Bu olmaz. Bu olmaz. Yəni, yuxarıdan aşağıya başlamaq lazım. Yəni, 2 rükətli namazsa, birinci rükətdə Fatihədən sonra, tutalım ki, Bəqərədən 3 sayı oxudunsa, yəni, ikinci surədə isə, ikinci rükətdə Fatihədən sonra isə, məsəl üçün, Bəqərədən aşağıda oxuya bilərsən. Yəni, yuxarıdan aşağıya. Əgər siz Bəqərədən sual verirsinizsə, elə cüz əmmənin, axırında düzün surələrdən sual verirsinizsə, o zaman həmən surənin tərkibində olan surələrin, yəni cüzün, 30-cu cüzün tərkibində olan surələrin ardıcılıqları isə problem deyil. Yəni, Quranda yazılmayan kimi də oxuya bilərsiniz. Yəni, tam ki, 30-cu cüzdə təxminən 37 surə varsa, o surələrdə ardıcıllıq şərt deyil. Yəni, haradan siz oxuya bilərsiniz. Çünki hamısı 30-cu cüzün surələrdir və orada ardıcıllıq dal-qabaq ola bilər. Bu problem deyil. Amma dediyimiz ardıcıllıq pozuntu isə, bax, Bəqərə surəsindən aşağıda, yəni cüzlərin arasında olan fərqlərdir. Və aleykum salam. Sual belədir ki, mən bilmək istəyirəm, niyə görə namazda qeyruka, ismuka dediyimiz zikir qeyruk ismuk deyərək səsləndirirlər. Namaz öyrənlikində hansı daha düzgündür? Yəni, qeyruka və ya da ki, qeyruk hər ikisi eyni mənadadır. Sadəcə qeyruka axırıncı hərəkənin səsləndirməsidir. Qeyruk isə axırıncı hərəkəni səsləndirmir. Yəni, sözlərin hərfləri hamısı yerindədir. Sadəcə üstündəki hərəkələr səsləndirilmir.
Və burada da heç bir xata, nöqsan yoxdur. Əgər Allahın izni ilə ərəb dilini öyrənməyə başlasanız və bu sualın cavabı sizin üçün açıq-aşkar agah olacaqdır. Açıq-aşkar agah olacaqdır. Çünki bu yalnız sözün üzərində olan hərflər deyil, yalnız və yalnız hərfin üzərində olan hərəkələrin səsləndirilməsidir. Qayruk və ya da qayruka, ismuk və ya da ki ismuka. Yalnız axırıncı hərəkə səsləndirilmir deyə sizə elə gəlir ki, orada xata var. Xeyr, heç bir xata falan yoxdur. Hər ikisi də düzgün tələffüzdür. Qayruk və ya da ki qayruka, ismuk və yaxud da ki ismuka. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, əgər yetinlik yaşına çatmayan uşaq fərz namazları qılır, bəzi nafilə ibadətləri tam qaydasında edirsə, bu əməllər əmək dəftəri açılmadan görə sayılırmı, yoxsa necə? Təbii ki, sayılır. Əgər uşaq yetkinlik yaşına çatmayıbsa, amma fərz ibadətləri, nafilə ibadətlərin tam qaydasında edirsə, bəli, bunun savabları yazılır. Həmən insanın etdiyi günahlar ona yazılmır. Etdiyi günahlar ona yazılmır. Və həmçində yetkinlik yaşına çatmayıbsa, eləmədiyi fərzlərə görə ona günah yazılmır. Etdiyi günahlara və etmədiyi ibadətlərə görə ona günah yazılmır. Amma ibadətlər edirsə ona yazılır, amma günah etsə günah ona yazılmır. Çünki hələ ki mükəlləf deyil. Yəni, bax, fərqi odur. Allah Subhanahu rəhməti genişdir, Allah Subhanahu lütfi genişdir. Bu Allah Subhanahu bizə olan bir nemətidir ki, insan mükəlləf olmadığına görə günahlar yazılmır və eləmədiyi fərzlərə görə günah yazılmır, ancaq elədiyi fərzlərə görə isə ona savab yazılır. Allah Subhanahu nemətinə, lütfüne həmd və şükür və sənə olsun ki, Allah Teala bizə bu boyda nemət, bu boyda bizə rahatsızlıq verib. Və aleykum assalam. Sual belədir ki, yoldaşımın xalası rəhmətə gedib, mənim də yoldaşımın da üzərində haqqı var. Necə ödəyə bilərəm ki, ona savab yazılsın? Allah bütün cəm müsəlmanların dünyasını dəyişənə rəhmət eləsin. O ki, qaldı isə ki, sizin onun üçün ən yaxşı edə biləcəyiniz şey, əməl, yalnız və yalnız onun üçün səmimi qəlbdən ixlasla onun üçün dua eləməyiniz. Yalnız və yalnız dua eləmək. Amma onun üçün oruç tutasan, sədqə verəsən, ehsan verəsən, 3, 7, 40, 52 cümə axşamlar, iftar süfrələri verəsən, qoyun kəsəsən, qurban kəsəsən, Yasin, Fatihə, İxlas oxutdurasan, Bəqərə oxutdurasan, hansısa bir, başqa bir əməl eləyəsən, xeyr, bunların heç biri sünnətə gəlməyib. Siz öz salih əməllərinizi artırın və onun üçünsə, yəni yoldaşınızın xalası üçün yalnız və yalnız bolluca dua eləyin. Çoxlu dualar eləyin və dualarınızı əsirgəməyin. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, qəzə orucularım var. Aşura orucu niyyəti ilə oruc tutdum. Yadımdan çıxıb qəzə orucu niyyətini eləməmişəm. İftarın girməyinə az qalmış yadıma düşdü ki, qəza niyyəti etməli idim. Axır anda niyyətim dəyişə bilərəmmi? Ümumiyyətlə, əgər insan Aşura günün orucunu tutursa, elə həmən insan Aşura niyyətinin orucunu da tutmalı idi. Yəni, Aşura günün orucu ilə Ramazanın qəzası orucu üst-üstə düşmür. Yəni, onların ikisini bir niyyətlə tutmaq olmur. Çünki Aşura müstəqil olaraq xas Aşura niyyət olmalıdır və Ramazan niyyəti isə xalis olaraq Ramazan niyyəti ilə olmalı idi. Ona görə siz hətta yadınızdan çıxmasa da belə, əvvəlcədən elə, yəni gecədən elə bu niyyətdən eləsəydiniz, bu xata olardı. Bu sizə xata olardı və birləşdirsəydiniz də belə, bu sizə ikisindən birinə yazılacaqdı. Ya Ramazan niyyəti ilə, ya da ki, Aşura niyyəti ilə. Çünki onlar ikisi bir niyyətlə tutula bilən oruclar deyirlər. Hətta iftara az bir vaxt qalmış
niyyətiniz dəyişsəydisə belə, yenə də bu da xata olardı. Bu sizə xata olardı və bu sizə Ramazan niyyətinə yox, yalnız və yalnız Aşura niyyəti ilə yazılacaqdır. Ona görə ki, Ramazan niyyəti ilə tutmaqdan ötürü siz niyyəti sübh namazı girənə qədər etməli idiniz. Amma sübhdən sonra niyyət etsəydiniz, həmən o Ramazan niyyətin olan oruc sayılmayacaqdır. Və aleykum əssalam və rəhmətullah. Sual belədir ki, günümüzdə Allahın ayətləri yazılar olan bir çox şey var. Bu əşyada üzük də, qolbaq da, boyunbaq da, qablarda divar saat da Allahın ayəti yazıldığı üçün bizlərin davranışı necə olmalıdır? Təbii ki, bu əməllər yanlış əməllərdir və bu əməlləri də edənlər əksər hallarda ticari niyyətlərlə edirlər. Yəni, bir müsəlman hansısa bir müsəlman diyarlarına səfər elədiyi zaman, yəni oradan alıb gələ biləcəyi, yəni öz aləmində ən dəyərli hədiyyə olacaqdır. Misal üçün tutam ki, biri buradan Məkkəyə gedir, Mədinəyə gedir və oradan nə geri hədiyyə ala bilər? Şalvar, köynək hər yerdə var, oyuncaq hər yerdə var və digər şeylər hər yerdə var və ən yaxşı şey nədir? Oradan Allahın deməli, ayətləri yazılan hansısa bir əşyanı alıb gətirmək. Sanki bu müqəddəs bir forma kimi daşıyır, sanki bahalı bir hədiyyə kimi olur və s. Və bu da təbii ki, ticari məqsədlərləndir və müasir alimlərin fətvaları budur ki, bu cür əşyaları satmaq, alıb satmaq, onların ticarət eləmək olmaz və onlardan evlərin içində də istifadə eləmək, divarlardan filan asmaq da olmaz. Olmaz. Bunlar yanlış və xatadır. Və əgər kiməsə bu cür şeylər, əşyalar hədiyyə veriblərsə, o zaman onu elə bağlı formada da dolablarında saxlasınlar. Ta atsınlar, düzəlsinlər, divarlardan filan arasınlar. Xeyr, bunlar eləmək olmaz. Bunlar eləmək olmaz və bunları elə bağlı formada da dolablarda saxlamaq lazımdır. Yəni, bunları asmaq, eləmək və ya da ki, bax, sualda deyildiyi kimi üzükdür, qolbaqdır və s. Yəni, bunlar ümumiyyətlə taxılmağı düzgün deyil. Çünki insan o əllə tarifə gedir, o qolbaqla, boyunbağı ilə tualetlərə gedir və bunlar hamısı artıq qadağana düşür və Allahın ayətlərinə hörmətsizliyə yaxınlaşır. Ona görə bunların istifadə eləməyi olmaz və bunlardan divarları bəzəmək və s. olmaz. Yəni, bunların istifadəsi icazəli deyildir. Və aleykum əssalam və rəhmətullah. Sual belədir ki, bilmək istədim, YouTube-da hansı ilahiyyətçilərin, elm adamlarının söhbətinə qulaq asa bilərik? Bir tövsiyəniz var, deyə də zəhmət olmasa. Deməli, əgər bir insan YouTube-da hansı ilahiyyatçı elm adamlarının dərslərinə qulaq asmağın öyrənmək istəyirsə, təbii ki, bunun üçün münasib olan, deməli, həmən insan girsin ixlasla.com saytına. Yəni, ixlasla.com saytına girsin və orada, əlhəmdülillah, Azərbaycanda olan sələfi elm tələbələrinin dərsləridir. Və həmçində YouTube-da müəyyən kanallar var. Yəni, Quran və Sünnə İcma kanalı var. Ondan sonra Tövbə Zamanı kanalı var. Və çoxlu kanallar var. Və bir çox tələbələrimizin ayrılıqda özünün YouTube kanalları var. Yəni, inşallah ki, onlara müraciət edə bilər və oradan dinləyə bilər. Və elə tələbələrimizdən götürsən, bizim öz elm tələbələrimizdən götürsən, deməli, Adil qardaşdır, Ali qardaşdır, Abdurrahim qardaşdır, Elman qardaş, Vüqar qardaş, Fərman, Emin, İlqar, əlhəmdülillah və digər bizim sahib qardaşımız, Rəşad qardaş və çoxlu bizim elm tələblərimiz var ki, əlhəmdülillah onların kifayət qədər YouTube-larda dərsləri var Allahın izni ilə və inşallah ki, o dərslərə qulaq asa bilər. Amma adlar çoxdur və ola bilər bəzilərini
unutqanlıqdan sadalamaya bilərik, yadımızdan çıxa bilər. Amma ən gözəli isə müraciət edirsiniz, deməli, internet səhifəsində ixlasla.com saytına və orada qarşınıza çıxan bütün elm tələbələrinin dərslərinə Allahın izni ilə qulaq asa bilərsiniz. Yəni, qeyd elədiyim kimi, ola bilər ki, bir çox qardaşların adı xatirimizə gəlməsin, amma o saytda isə əlhəmdülillah hamısının dərsləri vardır və dərslər orada mövzulara bölünüb və oradan da mövzuları seçib, oradan dərsləri dinləyə bilərsiniz. Allah təala sizi müvəffəq eləsin. Və aleykum assalam rəhmətullah. Sual belədir ki, Kərbalda gedən döyüşdən məlumat verməyinizi xahiş edirəm, zəhmət olmasa. Təbii ki, bu barədə bizim dərs də var. Yəni, inşallah ki, qrupa göndərərlər. Yəni, Kərbala hadisəsində əsasən döyüş, yəni, Hüseyn radiyallahu tərəfdaşları tərəfi ilə, yəni, Yezidin 4000-lik qoşunu arasında olan, yəni, qeyri-bərabər tərzdə səviyyədə keçmiş döyüş idi və döyüş təxminən bir 8 saata yaxın davam edir və sonra isə Hüseyn radiyallahu qətli ilə yəni sonuclanır. Və düzdür, burada haqsızlıq olur, burada böyük bir zülm olur, amma bu uzun, yəni bu məsələ uzun olduğu üçün inşallah biz qısa bu barədə qeyd elədik ki, yəni döyüş bu cür davam edir, amma inşallah çalışarıq ki, Allahın izni ilə dərsi inşallah ki, qrupa göndərək, inşallah qoy dinləmək istəyən həmən linkə girib, oradan qulaq asar Allahın izni ilə. Və aleykum assalam. Sual belədir ki, diri-dir yanan insanların ruhu olur və axirətdə onlar necə sorğu-sual olunur? İnsan diri-dir yandığı zaman onun cəsədi yanır, ancaq onun ruhu yanmır. O cəsəd yana-yana artıq ruh onun bədəni tərk etdikdən sonra o ruh yanıb eləmir. O ruh gedir ruhlar aləminə və qiyamət gündə yenidən də sorğu-suala cəmləşir. Yəni, siz elə düşünməyin ki, insan yanıb külə döndüsə, artıq o qəbirdə dəfn olunmasa, onun qiyamət üçün sorğu-sualı yoxdur. Xeyr, belə bir şey yoxdur. İnsanın ruhu bədənindən çıxandan sonra o artıq ruh gedir ruhlar aləminə və həmən insan da gedir bərzaq aləminə. Yəni, bərzaq, yəni qəbir həyatını yaşayır. Deyə bilərsiniz ki, bəs axı o qəbirdə bastırmalar yandı kül oldu axı. Bəli, siz o gördüyünüz cəsəd yanıb kül olan. Amma o insan isə artıq ruh bədəndən çıxandan sonra artıq bərzaq həyatına köçür və orada bərzaq həyatını yaşayır. Bərzaq həyatını yaşayır. Və ona görə o bərzaq həyatına əksər hallarda qəbir əzabı deyirlər ki, ona görə ki, əksər hallarda insanları qəbirdə bastırırlar. Yəni, o qəbir əzabı sayılır. Amma əslində o aləm, həyat bərzaq həyatı yaşayır. Bərzaq həyatı sayılır və istər insan suda batsın, istər heyvan parçalasın, yesin onu, istər uçqunun altında qalsın, ölsün, istər yansın, külə dönsün, fərqi yoxdur. O insan ruhu bədənə çıxandan sonra o artıq bərzaq aləmində yaşayır və qiyamət gündə bəli, onun da sorğu-sualı adi insanların sorğu-sualı kimi olacaqdır. Və aleykum assalam. Sual belədir ki, dırnaqları sağdan sola, yaxud da soldansa kəsmək, ya 5-ci günü kəsmək şərtdirmi? Bəli, bəzi hədislərdə qeyd olunub ki, yəni dırnaqlar, yəni kəsilmə forması necədir? Yəni sağdan sola, o biri barmaqlarda isə soldan sağa kəsilir. Yəni bu bəzi hədislərdə gəlib, amma bəzi alimlər deyir ki, yəni bunlar, yəni bu zəif hədis, səhih hədis deyil. Bəziləri həmən hədisləri həsənləşdiriblər. Amma məsələ odur ki, yəni insan yəni o cür kəsə də bilər, o cür kəsməyə də bilər. Yəni o cür kəsə də bilər və kəsməyə də bilər. İnşallah burada heç bir yəni belə ziddiyyət yoxdur. Yəni elə də kəsə bilər və belə də kəsə bilər. Çünki hədisi həsənləşdirənlər olanda deyirlər ki, bu cür kəsilməlidir. Yox, hədisi səhih görməyənlər deyir ki, insan birinci sağdan sonra soldan kəsir. Və sadə bir bəsit bir şeydir. Yəni çox böyük ciddi bir problem deyil. Amma cümə günü kəsmək şərtdirmi? Xeyr, şərt deyil. İnsan dırnağı uzanıbsa cümə günü də və qeyri-cümə günü də kəsə bilər. Və aleykum assalam. Sual belədir ki, 5-ci gün hər bir müsəlman mütləq qüsl almalıdırmı? Cümə günü, yəni 5-ci gün,
Şərt deyil hər bir müsəlman qüsul alsın. Şərt odur ki, cüməyə gedən qüsul alsın. Yəni, kimsə cüməyə gedəcəksə, cümə qüsul alıb geçsin. Şərt olan budur. Amma insan evdədirsə, xəstədirsə, yəni və ya da ki, meçidlər bağlıdır, meçid filan yoxdur. Bəli, cümə günü insan qüsul almaya bilər. Çünki artıq meçid yoxdur, meçidə getmək yoxdur, almaya bilər. Amma yox, cümə günüdür deyə alım, təmizləmçinim, inşallah heç bir problem yoxdur. Amma bu şərt deyil, mütləqən deyil. Əgər meçid yoxsa, bu şərt və mütləqən olmur. Yəni, istəsə eləsin, istəsə eləməsin. Və aleykum əssalam, sual belədir ki, bir insan mahnıya qulaq asmağa tövbə edib, amma evdə olan adamlar isə mahnı qoşur. Belə halda mahnıya tövbə edən adama günah yazılırmı? Əgər bir insan mahnıya tövbə edibsə və evdə olanlar mahnıya qulaq asıb, mahnıya səs verirlərsə, həmən insan otaqda mövqeyin dəyişsin. Yəni, keçsin o bir otağa və orada öz telefonunda açsın Quranı və Quranı dinləsin. Yəni, Quranı qoysun stolun üstünə, özü otursun yanında və Quran oxuduqca və bu da Quranı dinləsin. Nə vaxt ki, onlar musiqini kəsəcəklər, o zaman həmən insan yəni Quranı kəsər. Yəni, Quranın qulaq asmağını saxlayar. Yəni, bunlar musiqiyə qulaq asan kimi, həmən insan da dərhal geçsin, Qurana qulaq assın, muizələrə qulaq assın, dərslərə qulaq assın və çalışsın ki, musiqini dinləməsin və musiqini eşitməsin. Amma buna rəğmən, yenə də qulağına səs gələrsə, amma sadəcə eşidir, amma dinləmirsə, inşallah ki, buna görə günah yazılmır. Amma yox, özü səs verməyibsə də, amma evdəkilər səs verir və bu da onlara qulaq asıb dinləyirsə, bəli, buna görə ona günah yazılır. Amma qulaq eşidir, amma dinləmirsə, o zaman isə inşallah ki, ona günah yazılmır.